Switch case və döngülər. Biz script tagləri necə yazırdıq? Ya internal, ya external. Hələ ki, yenə internal davam eləyəcəm ki, görünsün. Okey. Script tagi daxilində mən gəlib, misal üçün, belə bir şey yazım. Cüt tək proqramına kömək eləyin yazaq. Let num bərabərdir 21. If num 2'ye bölünürsə, payızla qalıb 0-dırsa. Yəni 2-yə bölünəndə qalığı 0-dırsa, deməli bu cütdür və əgər əks haldadırsa təkdir. Bunu mən switch case ilə necə yaza bilərəm? Sintaksi yadınızda qalmaya bilər. Ha belə sual da gələ bilər. Mənim nəyimə lazım bu switch case? Yəni bu işimi görür də mənim. Nə gərək var buna? Gedirəm switch case yazıram. Yəni bunlar bekar mıydı? Durub təzədən eyni şeyin başqa cürünü mü yaratdılar ki, if nəyimizə bəs eləmirdi ki? Uşaqlar, switch case if müəyyən bir aralıq və ümumi məqsədli ikən, switch case spesifik data əlimizdə varsa işlədilməsi məsləhətdir. Necə yəni? Misal üçün, həftənin günü. Yəni 7-dən o tərəfə olmayacaq bu. Aylar, 12-dən o tərəfə olmayacaq bu. Klaviatura komandaları, misal üçün oyunlar, W-yə basanda qabağa getsin, A-ya gedəndə sola getsin, D-yə basanda sağa getsin. Yəni bu standartdır. Yəni bu spesifik olaraq bərabərdir A-ya, D-yə, C-yə, B-yə, 2-yə. Bu tip bir əməliyyatdırsa, onda switch case işlətmək daha belə deyək, kodu səliqəli və oxunaqlı edə bilər. Və əsasən bu yerdə işlənir. Switch case'in işlənmə yeri har oldu? Spesifik dəqiq dəyərin varsa. Yəni 2-dən böyük, 10-dan kiçik belə bir şey yox. Yaza bilərəm yəni, amma yəni onunki bu deyil. Gəlirəm buradan deyirəm ki, switch case'i diqqət edilsə əlimi sintaksi yadımda saxlamadım. Gəldim switch yazdım, mən üçün yazdım. Buradan deyirəm ki, let week days of week yeri gəlmişkən conventionları deyim. Bura gəlirəm. Birinci gün deyə. Bura days of week-i göndərirəm və buradan onun dəyərini deyirəm. Birdirsə bu birinci gün nə gündür? Bazar ertəsi. Artıq davam edirəm, nə qədər lazımdır. Buna əsasən bazar ertəsi, cümə axşam, çərşənbə. Çərşənbə axşamı. Okey. Ki artıq buradan dəqiq formada bilirəm. Bu JavaScript olmayacaq, amma bu işarət HTML-də olur. Bu. Məsələn 1, 2, 3 yazmışsa, o 1-i seçirdik, sonra nəsə edirdik ki, hamısı bir dənə artsın. Komanda ilə 1-i seçirdik. Non++'ı deyirsən? Yox, kontrol D-ni deyir. Kontrol D. Kontrol D-nə seçirdik, sonra deyirdik ki, o seçilən hamısı bir-bir artsın, sırayla 1, 2, 3, 4, 5 kimi gəlsin. Elə şey yox. Kontrol D deyir. Ya bəlkə də var, amma yəni Ctrl D-nə spesifik olaraq eyni dəyəri verə bilərsən. Daha deyə bilməzsən ki, 1-dən 100-ə qədər artsın, misal üçün. Yəni elə bir şey görməmişəm də. Yəni bəlkə search eləyərsiniz, varsa çıxacaqdır. Yəni HTML-də var da, burada var, amma HTML-də belə bir şey mümkündür. Bu mümkündür. Amma belə Ctrl D ilə
Okey. Gəlirəm. Defaultda isə artıq deyirəm ki, log işte gün deyil. Və ya düzgün dəyər yaz. Düzgün dəyər yaz. Gəlirəm bunu açıram. Beş nə görmürəm. Qırmızını görürəm burada. Bu favicona görədir. Refresh eləyim düzələcək. Həftənin birinci günü ertəsi. Nəysə. 66 yazıram. Düzgün dəyər yaz. 6 yazıram. Düzgün dəyər yaz. 2 yazıram. Həftənin ikinci günü. Switch case-in yazılışı ilə bağlı problem var. Yəni əzbərləməyə ehtiyac yoxdur. VS Code bizə kömək eləyir. Kömək eləməsə də search edib tapıb yazarıq. O hazır proyektdə işləmişsən. Ha, deyirəm də, bax misal üçün həftənin günü, və dəqiq dəyər varsa, aralıqda salan iflər. Amma dəqiq dəyər varsa, misal üçün 2-ci ay, 3-cü ay, ya da daha real örnək, A-ya basanda bu olsun, B-yə basanda bu olsun. Misal üçün deyək ki, şey yazırıq, misal üçün spağa var, spağa sağa getsin, yuxarı getsin, aşağı getsin, sağa getsin. Ekranda da elə bir dənə position absolute-la bir şey qoydun. Onun top left dəyərlərini dəyişdir, oynayırsan onunla. Hə, artıq burada içində if-lə də yaza bilərsən ki, bu halda buradakı əməliyyat icra olunsun, bu halda bu. Orada artıq dəqiq dəyərdir deyə WASD ilə yazırıq. Yəni W olanda bu, D olanda bu. Hə, if-lə yaza bilərikmi? Yazarıq. Sadəcə səliqə cəhətdən ki, çünki bu dəqiq buna bərabərdir də. Okey. İndi uşaqlar gedək döngüləri görək. Döngülər nədir? Dünənki dərsdən sual yoxdur ki. If-lə, nə bilim, type-ları kimdən saya bilər? JavaScript-də nə tiplərimiz var? Örnək, biri true false alırdı, biri nə bilim rəqəm olurdu. Rekordu saxlayayım. İlk döngümüz for döngüsü. For döngüsü vasitəsilə biz elementin daxilini, belə deyək, əmr deyə bilərik ki, bununla if-in uşaqlar çox oxşarlığı var. Bununla if-in tək fərqi, if bir dəfə icra olunur, qutarır. Bu for içindəki şərt nə qədər ki doğrudur, o qədər təzədən işləyəcək. Əslində diqqət eləsəz, görərsiniz ki, burada ortada bir dənə şərt var. Yəni, bir növ if-dən yadda saxlaya bilərsiniz. Gəlin, bir dənə sadə örnək yazım. Bu indeksləri i eləyək. Burada da deyək, log salam. Burada da deyək 10. Heç hələ kodu izah eləmədən gedək görək bu nə iş görəcək. Hamı tərəfindən görünürmü? Okey, 10 dəfə salam çıxacaq. Bu şeydə deyə belə çıxartdı. Çıxartma. Neyse. Okey. Okey. Gəldi 10 dəfə salam çıxartdı. Bu yazdığım \n boşluğun kodudur uşaqlar. Boşluq deyirəm, sorry. Yeni sətrin kodudur. Gəldi uşaqlar 10 dəfə salam yazdı. Bayaqda 10 dəfə salam yazırdı. Sadəcə səliqə cəhətdən, daha doğrusu datanı az göstərsin deyə brauzer bunu belə yığır ki, 10 dənədir. Yaxşı, bu necə icra olundu? Gələk baxaq koda. Uşaqlar, forun işləmə qaydası. 1. Baxır compiler şərtə. Düzdürsə işləyir. Yəni, gəlir, bura baxır ortadakına. i-nin dəyəri nədir? 0. i ondan kiçikdir. Hə, true. Gəlir, bunu işlədir. İkinci dəfə. Gəlir, bunu işlədir. Və yadda saxlayın. Birinci dəfədə bu sağdakı hissə baxılmır. Gəlir, bunu işlədir. Artırır dəyərini.
Gələn dəyərdə bu olur artıq 1 və ondan sonra bura baxır. Ki, bu artıq 1-dir, 1 də ondan kiçikdir, yenə işləyir. Dəyər artır, yoxlanır. Əslində buradakı plus var ha. Yəni elə olduğu sətr ardıcıllığı iləndir. I təyin olunur bir dəfə, cəmi bir dəfə. Ardından şərt yoxlanır. Şərt yoxlanandan sonra turunu verir, ondan sonra artırır. Artırır bunu yazaq. Şey görəsiz. Və bu minvalla davam edir. Gəlir, burada dəyərlərimiz olur i 0 şərt düzdür 0 kiçikdir 10-dan artırıram. I bərabər oldu 1-ə. I plus+-a görə. Birinci olaraq. Bəli. 2 gedir təzədən baxır. I-ni artıq birinci dəfədəki kimi təyin eləmir. Yoxluyur. I bərabərdir 1-ə. 1 kiçikdir 10-dan. I olur 2. I plus+-a görə. Bu minvalla uşaqlar davam edir ta ki 10-a qədər. Və ən sonda olur 9. 9 10-dan kiçikdir, işləyir. Bunu eləyir 10. Ən son stepdə gedir artıq i olur 10. 10 kiçik deyil 10-dan. Artıq bunun içini oxumur. Okey demək? Sual varmı? Bir dənə məntiqini tutun, yazılış qaydası çox da önəmli deyil. Sadəcə məntiqini bir dənə gözü bağlı dərk eləyin ki, bildiyim bunun adi dədə-baba ifindən fərqi yoxdur. Bunun bir dənə buradakı məsələsi, bunun artıranıdır i++, ki, hansı ki iterasiyası yəni. Artırır, hər bir iterasiyada artıq bunun dəyəri dəyişir. Nə vaxtda ki bu ödənmədir, onda bu dayanır. Yəni, if-də şərt var. Bu şərt bir dəfə baxılır, icra olunur. For-da şərt var. Yenə bu şərt doğru olduğu müddətcə bu skopların arası işləyir. Amma hər döngüdə, yəni hər işləyib bura qutarandan sonra gəlir, bu işə düşür və bu dəyəri dəyişir. Burada ciddi problem. Arxa sol. Burada ciddi problem. Yaxşı, bəs mən elə kod yazsam ki, bu həmişə düzdür. Misal üçün, bunu minus eləsəm. Nə olacaq? 0, -1, -2, -3, -4, düzdür? Bu gələcək. Ondan həmişə kiçik olacaq. Kompüterimin səsini birazdan hiss eləyərsiniz, başlayacaq özünü öldürməyə. Niyə? Bu dayanmadan işləyir, başlayır ramımı doldurmağa. Sonsuz dövrə yox. Bura baxın, getdi. Amma heç nə işləmir. Əvvəllər, bunu tez bulacaq kompüterin sezmədən. Narahat həmişə qorxulu bir şey deyil. Əvvəllər qorxulu idi, çünki ramı yandırır. Okey. Şey deyil. Yəni hətta belə deyək, atıram, əgər o qədər asan olsaydı, cəmaət o boyda bir dənə proqram yazardınız, atardınız dostunuza ki, bir dənə gir bunu aç da, kompüterə xarab olardı. Elə deyil də, yəni əməliyyat sistemi görür ki, belə bir şey var, özünü söndürür. Özünü qorumaq üçün. Okey. Yəni bu uşaqlar ona görə diqqət etmək lazımdır ki, kodumuzu düzgün yazaq. Okey demək? Gələcəm orada, hələ ki bir dənə bunu götürün. Yaxşı, indi buradakı i-ni mən burada rahat formada çağıra bilərəm. Bu i uşaqlar
əsasən indeks adlanır və ona görə i ilə işarə olunur. Da, yəni i yazmağımız məcbur deyilsiniz. Gəlir bu formada artı. Yəni gördüyünüz kimi birinci bura baxır, bunu işlədir. Bunu çıxardır, ondan sonra belə verir. Okeydirmi? Hə. Bir dənə bir şey desəm beyni, okey, sonra göstərərəm bunu. Amma hələ ki ağlınızda saxlayın. Bu i++ var ha. Bunu belə də yazmaq olur. ++i. Okeydirmi? Okey, yaxşı, yadda saxlamayın. Hələ ki belə formada yadda saxlayın. Okey. Bu formada. İndi gəlir. Bu hər bir iterasiyasını ekrana çıxardır. Yaxşı, indi mən sizdən istəsəm ki, ekrana 0, 3, 6, 9 belə çıxardaq. Nə etmək olar? i plus bərabərdir 3. Yoldaşınız haqlıdır. Belə yaza bilərsiniz, nə bilim. Bəs mən istəsəm ki, birdən 10-a qədər ədədlərin cəmini tapın. Birdən 10-a qədər sum bilərik. Okey, ona tapşırıq kimi verirəm sizə. İndi sizdən hələ ki istədiyim sadə formada for döngüsü vasitəsilə öz adınızı 10 dəfə yazdırın ekrana. Bəli. Birinci tapşırıq ekrana 10 dəfə adımızı çıxartmaq. Misal üçün yazaq Yusif. Bu formada. Forun yazılışını əzbərə bilməyə ehtiyac yoxdur. Ki əslində bilin, amma bilməyə ehtiyac yoxdur. Yəni for yazan kimi çıxacaq. Və gəlirəm buradan nə qədər lazımdır yazıram. Okey. İkinci tapşırığımız nə idi? Hə, bir də ona qədər ədədləri cəmləmək. Bu formada yaza bilərdiniz. Çöldə yaradıram, çünki içəridə yaratsam, hər dəfə gəlib yenidən özünü yaradar. Dolayısıyla mənası olmaz. Və bu hər bir i-dəki öz dəyəridir. Sum bərabərdir. Sum üstəgəl i. Və bunu daha qısa yaza bilərəm. Sum plus bərabərdir i. İkisini də okeydir, hansını ürəyiniz istəsə. Və hər birinin içində yox, xaricdə ki, yəni hesablayıb qutarandan sonra sumın ekrana çıxarılması. Yaxşı. Bunu niyə bunun içində yazmadıq? Gəlin yazaq görək nə olur. Əvvəla bu bunun içində deyil deyə işləmədi. Amma yaxşı gəlin deyək ki, lap elə elədi. Baxın, belə bir şey çıxır. Niyə? Çünki 0-da gəlir, sum'ı yaradır, üstünə 0'ı gəlir, 0'ı ekrana çıxardır. Sonra gəlir, təzədən işləyir. Təzədən 0'ı yaradır, üstünə 1'i gəlir, 1'i çıxardır. Sonra təzədən yenə yaddan çıxardır hər şeyi. Çünki bax, qabağında let var. Yenidən təyin olunur. Dolayısıyla həmişə buradan başlayır. Bu olmasın deyə mən bunu bir yuxarı atıram. Dolayısıyla bu həmişə yaddadır deyə sadəcə sum'ın dəyəri dəyişir. Və hər bir iterasiyada cəm sayını görürəm indi. Birbaşa son nəticəni görmək istəyirəmsə, bunu sum'dan, for'dan çölə çıxardıram. Bu formada görürüm. Yaxşı, kim bu cür yazmışdır? Əlini qaldırsın. Okey, səhv yazılışdır bu. Deyək ki, bunun dəyəri riyaziyyat, proqramlaşdırmada müxtəlif tür qısaltmalar vardır. Bunun məntiqi qısaltmalar göstərəcəm. Return, continue, break vasitəsilə olur. Amma deyək ki, uşaqlar 1 milyonu hesaplamaq lazımdır. 1-dən 1 milyon olan ədədlər. Niyə yərəm? Davam eləyirik. Hə, yaxşı. Bəs kodumuz olaydı 100. Buradakı kod uşaqlar neçə dəfə işləyəcək? Bu neçə dəfə fırlanacaq? 100 dəfə fırlanacaq, 100 dəfə sum i gəlib cavabını tapacaq.
1000 problem yoxdur. 10.000 problem yoxdur. 100.000 problem yoxdur. 1 milyon problem yoxdur. 100 milyon problem yoxdur. 1 milyard. 1 saniyəlik gecikməm var. 10 milyard. Ayağımda ha. Yani ben kampüs eləyəmərəm. Mən kampüsə gedəcəm. Can çıxsın hesablayaq. Hə. Okey. Gəlir hesablayıb. Hə. Bax burada uşaqlar bizim bəzən başqa çarəmiz yoxdur. Sadəcə əməliyyat böyükdür. Məsəl üçün coğrafi əməliyyatlarda falan belə olur. Amma burada açıq-aydın çox sadə həllimiz var. O nefsiz Yox. Riyazi qısaltma eləmək. Birdən 10 milyarda qədər hesablamanı bu neçə dəfə eləyir? Diqqət edilsə, hardasa bir 10 saniyə, 15 saniyə çəkdi, düzdür? Valideyn çarşısında. Və düz 10 milyard dəfə dövr elədi proqram. Düzdür? While-la da şey olacaq. Silsilənin düsturunu istifadə eləmək heç nə. Yəni eyni əməliyyatı mənim təyinatım nədir? 0-dan 10 milyarda qədər ədədlərin cəmini tapmaq. İnsan olaraq biz desəydik ki, gəc kompüter kəşf olunmayıb, 0-dan 10 milyarda qədər ədədlərin cəmini tapmalıyıq. 0 üstəgəl 1 üstəgəl 2, düzdür? Amma ədəd silsilədə nədir? Birinci, axırıncı, yarısı, iyincisi. O nə vaxtda tapılır? Bunun uşaqlar time kompleksitisi ON-dir. Bu alqoritmin, bu yazılışın. ON nə deməkdir? Yəni neçə dəfəyə tapılar. Yəni mənim alqoritmimin müddəti mənim dəyərimdən line xəttə asılıdır. Amma mən bunu gəlib, yəni ON-dir. Time complexity. Amma gələrəm, bunu belə yazaram. Sum bərabərdir. Ədədi silsilənin düsturu kimin yadındadır? Nə? Ədədi silsilənin düsturu. Vurulsun nəyə? Ümumi sayına da, hə. Bunlar da məndən 5 metr. Okey. Gələk, bunu açaq. Asan bir şey olsun ki, indi belə deyək. Yaza bilək. 100-ə qədər. Gəlib, eynisini verir. Burada bir dənə 50 problemimiz var. 99 versin. Yox. Yox, düsturda problem var, şeydə yoxdur. Düsturda. İki abi vurulsun, en yüz bir vurdu değil. Yəni biz 50 100 vermişik amma siz onun içindəki Canavar, okey. Şey deyir də ki, bu yüzün özü daxil deyil axı. Burada amma daxildir. Yəni əslində şeyə qədər gətirir də. Eynən. Dolayısıyla yüzü də daxil eləsək 1550. Bu çünki n-də bölürəm. Görək, düsturumuzda start üstə gəlsin n böl 2. Okey. Ola bilər düsturumuzda səhv elədik. Ola bilər deyəndə, yəni o boyda riyaziyyat səhv deyil də. Silsilə düsturu. Riyaziyyat fakültəsi olaraq okey, gedəcək bunun düsturu necə idi? Olurdu. Yəni qısaca 0-dan başladığımız üçün 1 əlavə elədik. Yaxşı, məsələ nədir? İndi mən gəlirəm, bu n-i eləyirəm bu qədər uzun. Konsologlardan biri qalıb deyə formada gəldi. Mən eləyəcəm. Dondu deyə.
Okey. Gəlir bu formada çıxardı. Gəlirəm uşaqlar samı, daha doğrusu konsol loqumun qabağına yazıram. Əl ilə hesablama. Burada yazıram. Düstur ilə hesablama. Düstur ilə hesablamanı atıram yuxarı ki, birinci bu çıxsın. Sam burada, start 0. Buradan sam 2-ni çıxardıq. Əl ilə hesablama, düstur ilə hesablama. Gəlirəm bunu biraz da artırıram. Baxın, birincisi o dəqiqə çıxarkən, ikincisi 1, 2, 3, 4, 5 yenə getdi. Eyni cavab olacaq. Amma o en zamanı. Hətta burada hesablama səhv elədi. Yox, ədəd, yox, şahar, bu, yox, bu, Sıfırdan götürmür. bir dəqiqə, sam. Yox, bu başqa hesab. Bu başqa ciddi problemdir, uşaqlar. Bu məncə data tipin öz problemidir. Data tipin yeri daşdır. Bu ona görə olar. Çünki niyə? Bunu bircə rəqəm aşağı verəndə uşaqlar eyni verir. Bu dəqiqəki rəqəm əslində çox böyükdür. 3 100 min 100 milyar. Gəlirəm buna baxın. Belə bir şey verirəm, yəni əlaqəsiz. Görəcəksiniz ki, eyni işləyir. Hə, bu böyük rəqəmdə daşırsa, bu ciddi problemdir ha. Bizim günahımız deyil bu. Proqramlaşdırma dilinin istifadə etdiyimiz tipi bunu dəstəkləmir. Yəni əgər mühasibatlıq proqramı falan yazsaz, ağlınızda olsun bu problem. Ki, yəni bəlkə də hər şey düzdür. Amma məsələ data tipdədir. Yox, çökmür. Hesablama səhv çıxır. Məsələn, Excel-də əvvəllərlə bir bug var idi. Müəyyən xanada hesablayanda gəlib səhv çıxırdı. 100 milyardlıq belə deyək, hesablamada JavaScript-də yazmazsan zaten. Okey. Əsas məsələ uşaqlar, algoritm sürət fərqini gördünüz ki, yəni düsturda bu başa gəldi O1 vaxtına, döngü ilə başa gəldi. Yaxşı, indi gedək digər döngü üsullarına görək. Bunlardan ilki for idi. Bizim fordan başqa uşaqlar while döngümüz də var. Bu da bildiyimiz forun eynisi if'in çox oxşarıdır. Switch case kimidir, amma bunlar bayağı bir-birini əvəz eləyə bilir. While daha hələ üstün sayılır. Hətta JavaScript-də yoxdur, amma bunların ikisinin də yazıldığı go-to operator var əslində. Go-to, yəni bu sətri görürsənsə, if-in içində go-to yazırlar. Get 4-cü sətrə qayıt. 4-cü sətrdən tezdən oxuyur, go-to 4-cü sətrə. Nə vaxt gedir, if-in içində nə vaxt oxunmasa. Yəni əslində bu döngülərin belə deyək, yazıldığı bir alt kodu budur. JavaScript-də yoxdur, bu C-də olmalı səhv eləmirəmsə. Bəli. Okey. Yox, bu belə yazılır uşaqlar. Go to 4 if-in içində. Onlara gələcəm. Go to 4. Qayıdır bir də 4-cü sətrə. Nə vaxt ki bu if-in içi ödənməyəcək, onu da işləm. Okey. While döngüsü uşaqlar i-yə deyək ki, bərabərdir 0-a. I nə qədər ki kiçikdir 10-dan salam deyəcəyik. Amma artıq bunun içində bir şey yazmalıyıq ki, bu i nə vaxtsa ödəməsin. Yəni bu i++ yazmağı yaddan çıxartdıq. Daha mən sözləmədə çatdırmadım, autosave-də idi, getdi. Kompüter getməz uşaqlar, əməliyyat sistemi sizi qoruyur. Əvvəlki əməliyyat sistemləri deyil də. Okey, 10 dəfə salam çıxdı. Bunu eləyərəm 100, 100 dəfə çıxar. Yaxşı, bayaqki misal üçün toplama məsələsini gəlin indi burada eləyək. 1-dən 100-ə qədər ədədlər toplamaq lazımdır. Nə eləyərik? Aysa. Xaricdə bir dənə let sum.
Sum plus bərabərdir i. While-da sonda yazılır. Ay sağ ol. Yoxsa hər dəfə çıxarlar. Gəlir bizə cəmini ver. Yaxşı. İndi bunu sizə okey, bir dəfə sürətli yazın. Sizlər bizim digər forumumuz arxa sağ, arxa sol, opşa arxa sıra. Okey. Deməli, do while deyirəm. Do while deyəndən sonra gəlib bunun imajlarına baxıram, görüm hamı. Do while hardır. Aha. Okey uşaqlar, do while budur. Bu qədər. Tam olaraq do while ilə while-ın tək fərqi budur. Bu çevirdə bayram. Bir dəfə icra olunandan sonra şərtə bax. While döngüsü həmişə şərti yoxlayır, sonra icra olunur. Do while amma sadəcə ilk dəfə heç nə vecinə deyil. İlk dəfə nə olursa olsun kodunu işlədəcək bu. Birinci dəfə ay şərt ödəndi, ödənmədi, mənə dəxli yoxdur. Birinci dəfə, birinci abortumu eləyəcəm. Yəni buradakı kimi. Hər şərtə baxmır da. Aysa, misal üçün deyirik ki, i sıfırdır, i əgər -5-dən böyük, kiçiksə işləsin. Bu yanlış, ya da 2-dir, 2 birdən kiçikdirsə işləsin. Bu da yanlışdır da. Dolayısıyla while-da bu heç vaxt işləməyəcək. Amma bu birisində vecinə deyil. O 2 yox, 999 da olsa fərqi yoxdur. Şərtdən asılı olmayaraq birinci dəfəsini işləyəcək. O səhv bir şeydir. Səhv bir şey deyəndə ki, yəni işlənmə yeri var deyə elə də çox istifadə olunmur, amma hə. Yəni əslində belə deyək, bunlar nə edirsə, for-la, while-la eynisini eləmək olar. If switch kimi. Yəni sadəcə belə deyək, rahatçılıq söhbətinə görə. Amma elə də çox istifadə olunmur bu do while. Do while uşaqlar harda istifadə oluna bilər? Hardasa birinci connection olmalıdır istənilən halda, ondan sonra dövrlər olmalıdır. Hə, elə bir halda. Ki, amma yenə onu ondan yazmazlar. Banklarda falan. Yox, yenə yazmazlar. Mən elə bir kod base görməmişəm ki, orada do while olsun. Məsələn, parolda atır edir. Yəni Sən parollarda dərs olaraq keçirəm, amma yəni işlədiyim heç yerdə və ya internetdə heç yerdə real proyekt, yəni görməmişəm ki, do while yazılsın. Amma yəni istifadə olaraq bilin. Okey, gedirəm uşaqlar, do while yazıram. o while bu deyil. Burada deyirəm ki, uşaqlar, let i bərabərdir 10. Əgər i kiçikdirsə ya da i böyükdürsə 100-dən, ki bu doğru deyil. Biraz seçilsin deyə belə bir şey deyil. Log salam. Bir dəfə çarşı. Yəni vecinə deyir ki, bu doğrudur, doğru deyil. Buna baxın, heç belə bir şey yazıram. Heç vecinə deyil. Yəni işlədəcəm. Birinci dəfə mən işləyəcəm. Errorum yoxdursa. Okeydirmi? Sual varmı? Okey. Bir dənə də do while-la bir şey çıxardım ki, əzələ yaddaşına yatsın. Mən n-dən m-ə cüt olanları ekrana çıxarmaq üçün orta sağ, orta sol. Bir daha. Hə. Deməli, for deyirəm. Hələ təzə başlayıram. Ağlımda heç nə yoxdur. Yaxşı, parça-parça gedək. Mən bütün rəqəmlərə dənə-dənə baxmalıyam. Ay sağ, baxmaq söhbəti var. Deməli, loqa çıxardacam. İyini prosto ekrana verirəm. Burada m-ə qədər olmasını istəyirəm. Burada da yazdı deyə mənə nədir problem. Oradan artıq tuturam ki, deyir, ərdə yazdı, bir şey yoxdur səndə. M-ə qədər deyirəm, n-dən m-ə qədər gəlir. Deyirəm ki, n-dən başlayarsan. Sıfırın yerinə n-i yazıram. Okey, artıq mən istədiyim aralıqda rəqəmi almış oldum. Okeydirmi? Sual varmı? Yavaş-yavaş başlayıram da, yəni yadda saxlayın, algoritm əlləməyin birinci qaydası
yavaş-yavaş başlayın, parçalara bölün. Yəni bir anda hər şey həll etməyə ehtiyac yoxdur. Birinci, nə təri gəldi yazılır, seniorundan da junioruna kimi. Ondan sonra başlayırsan ki, bunu daha yaxşı necə yazaram. Və ümumiyyətlə, deyək ki, çox çətin algoritmdir, eləyə biləcəyi eləyirsən. Mən 7-yə bölünən cüt ədədi ekrana çıxartmalıyam da, düzdür? Ekrana çıxartmaq üçün ümumiyyətlə bütün ədədlərə baxacamsa, fora ehtiyacım var, loqa ehtiyacım var. Bunlarımı yazıram ki, ekrana çıxsın. 7-yə bölünən cüt deyiriksə, deməli, bir şərtim var. Kodu uşağa yanaşma kimi düşünə bilərsiniz. Abala, filan rəqəmdən filan rəqəmə qədər 7-yə bölünənləri say. Uşaq nə edəcək? Balaca uşaqdır, 5 yaşı var. 10 bölünür, yox, keç. 11 bölünür, yox, keç. Tam olaraq budur. Ağlınızda bunu qursanız, rahat bütün algoritmləri yaza biləcəksiniz. 12 bölünür, cütdür, aha, bəs 7-yə, yox, keç. 13. Hamısı dənə-dənə baxdı, deməli for lazımdır və baxmaq lazımdır, yəni if lazımdır. Yazıram if. Cüt olmasını yoxlayıram. Hər bir i üçün deyirəm ki, i böl 2 bərabərdirsə 0-a və i böl 7 bərabərdirsə 0-a. Yəni 7-yə də 2-yə də bölünürsə, niyə olmaz ki? Gələcəm də, yavaş-yavaş. Mənim onun əlindən yazsaq olmaz ki. Gələcəm. Mən bilmirəm də, təzə başlayıram. Mən cahilliyimdir. Yavaş-yavaş. Yəni yaxşıdır. Deyin ki, yəni tozma belə optimallaşdıra bilərsən. Bu formada yazıram. Sonra fikirləşirəm ki, burada məntiqi qısaltma eləyə bilərəm. Məntiqi qısaltmanı gəlirəm, bu formada eləyirəm. Ki, yəni bunu həm tək sətirdə yazın. Ki, hər ikisi doğrudursa, o zaman işlə. Kodum daha oxunaqlı və sadə oldu. Lakin daha da optimallaşdıra bilərəm. Ay, sağ ol. Riyazi qısaltma eləyə bilərəm. Bu ədəd həm cütdürsə, həm də 7-yə bölünürsə, deməli, mütləq şəkildə nəyə bölünür? 14-ə. Yəni, həm 7-yə, həm cüt olan ədədlər gərək 14-ə bölünsün. Dolayısıyla i qalıqlı bölmə 14 bayaqki kodu optimallaşdırıram. Bu cürdə riyazi qısaltma eləyirəm. Bu formada artıq mən 2 dənə bölmə əməliyyatı yerinə 1 dənə elədim. Okeydimi? Düzdür, indi ölçü cəhətdən çox kiçik gələ bilər, amma bayaqki kimi, yəni milyardlıq datadan söhbət gedirsə, saniyə fərq eləyir. Və nəzərə alsaq ki, kod sətri çoxdur, kiçikdə belə bu hər proqramist yəni biraz belə sürətli və ya əksinə uzun yazsa, sonda kod sürətində bayağı fərq edər. Okey, sual varmı? Yəni bir neçə cür yaza bilərdik, 2 cür də doğru idi. Digəri sadəcə qısaltmadır. Yaxşı, başqa sual verim. 3-ə və 7-yə bölünəni necə yazaram? 21. Ay sağ. 21, 15 nə olur? Bəli, riyaziyyat. Rekorda düşsün deyə bunu elmin dediyini vurğulayıram. Evdə baxıb gülərsiniz. Okey. Ya da evdə rekorda qulaq asanda valideyni. Amma sən niyə bilmədin bunu? Okey. Tamam, indi deməli, bunu yazdıqdan sonra gedək yeni bir data tiplə tanış olaq. Arraylər. Arraylər nədir uşaqlar? Arraylər bir çox proqramlaşdırma dilində, JavaScript bunlardan biri deyil, eyni tipli datalar çoxluğudur. Eyni tipli. Yəni, hamısı rəqəm olar, hamısı string olar, hamısı true false bool olar, bu cür. Okeydimi? JavaScript-də o belə deyil. Səbəbi JavaScript-dəki array dəstəsində özlüyündə bir obyekt olmasıdır. Gəlirəm. İndiyənə kimi gördüyümüz dəyərlər primitiv taypları idi.
primitiv, yəni sadə tiplər, eynən. Bundan sonra deyəcəyim array və obyektlər isə reference type-dır. Okeydir? Reference type-lar uşaqlar mütləq şəkildə həmişə və həmişə let-lə yox, const-la yazırsınız. 10 saat olur bu. Let-lə yaza bilərikmi? Bəli, yaza bilərik. Amma best practice odur ki, const-la yazasınız. Yox, Ömər, onlar dəyişmir, istifadə dəyişmir. Ay, sağ gələcəm ora. Ki, hə, dəyişmir. Bəzən ehtiyacımız ola bilər ki, bunu let-lə yazaq, işləyir və işlənmə yeri də var. Amma əksər vaxtı reference type-dırsa, bunu const-la yazırıq. Okeydirmi? Sual varmı? Gedən görək necə yazılır. Const array deyirəm. Array bu modul işarəsinə bənzər skopkaların daxilində yazılır və bunun daxilində biz dəyərlərimizi yazırıq. 1, 2, 5, 7 bu formada. Salam, true. Bu arrayləri C++, C# kimi dillərdə belə yaza bilməzdiniz. Lakin JavaScript müxtəlif tipli olsa belə qəbul edir ki, okeydir, mənə xoşdur. Mənə problem yoxdur. Deyil, Pythonda listlərdə deyil. Orada dictionary var, orada olmalı səhv etmirəmsə. Orada da hansısa tip var, orada ancaq eyni tip olmalıdır ki, işləsin. Listlər fərqdən götürür mü? Birində hamısı götürülür. Okey, yəni orada iki cürdür, biri götürmür. Listlər götürür, yazılır. Okey. Buradakı uşaqlar dəyərləri gəlin ekrana çıxardaq. Log r deyirik. Gəlir bu formada bizə çıxır. Biz bu arrayin spesifik olaraq hansısa elementini də çağıra bilərik. Yeri gəlmişkən bunun type of-una baxsaq. Foraz da var edir. Obyekt. Bəli. Okeydirmi? Yəni JavaScript-də çünki əslində hər şey dərinə gedəndə obyektdir. Yaxşı. Uşaqlar, yəni bunu yəqin ki, çoxunuz bilirsiniz, amma yenə də deyim. Yəni arraylərdə saymağa sıfırdan başlayırıq. Yəni arrayin biz sayanda deyirik ki, sıfırıncısının dəyəri 1-dir, birincisinin dəyəri 2-dir, üçüncüsünün dəyəri 5-dir, dördüncüsünün dəyəri 7-dir. Bu dördüncüsü, ikincisi, birincisi dediyimin adı indeks gedir. İndeksi. Bunun indeksini yazmaq üçün yenə eyni skopkalardan istifadə edib indeksindəki rəqəmi buraya yazıram. Bunun sıfırıncısı 1-dir, dolayısıyla 1 çıxdı. Kömək eləyin mənə, salamı çıxardım, əl. Salama nə ilə çıxarda bilərəm? Əsəd. 4. Sıfır, 1, 2, 3, dördüncüdür deyə salam çıxdı. Sual varmı? Şey deyim Ömər. Bəli. O ərdeyin başqa yazılış forması yoxdur. Necə? Başqa yazılış. Var, çoxdur, amma ən yazılmaq çox forması budur. Başqaları var, amma elə əsla yazmayın. Göstərirəm, sual verdim deyə, amma yazmayın. Hə, var. New array parantezə var. Belə yaza bilərsiniz. Amma əsla belə yazmayın. Parantez açılır. Öz dokumentasiyası deyir ki, bu efficient deyil. Yəni belə deyək, bu kodun icrası daha çox resurs tələb eləyir. Ona görə aşağıdakı kimi yox, yuxarıdakı kimi təyin Mən yeni edir. array İkisi yazdım. bir-birini əvəz edə bilir finallarda. Hə. Amma ikinci kimi yazma performans cəhətdən zəifdir. Aslında yeni array yaradanda boş array yaradım. Və bu formada. Boş yer. Sadəcə elə yazacam, bitdi. Qutarıyıq. O. Okey. Bu formada uşaqlar gəlib dördüncüsünü də götürə bilirəm. Hə, yeri gəlmişkən biz stringlərə də kimin adı uzundur? Okey. Zeynal Abdi. Öbürsü nədir falan. Uşaqlar Zeynal Abdinin mən bu digərlərinə özəl deyil. Bu sadəcə stringlərə özəldir.
Amma bu o demək deyil ki, string bir array-dir uşaqlar. Sadəcə burada da indekslər kimi yanaşıb götürə bilirik. Bu qədər. Deyir mən. Bu əməliyyatı string nə isə demişdim. Çarlar toplusudur. Yox. Sən demişsən. Array string demişdin. Yox, qarışdı. Okey. Gəlirəm burada. Log deyirəm. Sözün də misal üçün sıfırıncısını çıxarda bilirəm. Z. Və ya misal üçün L neçədir? 0, 1, 2, 4, 5-ə oxşuyur. Hə. Array-də bəs sonu çıxartmasıdır. Hə. Array-də misal üçün sığını çıxartmaq istəsən. Ay sağ ol. Qarşısından bir dənə də yazıb deyirik. Bu bizə salamı verir. Salamın da elə bir ki, bura oldu salam. Salamın da içindən bir dənə də bunu qoyuruq. Artıq neçəncisi lazımdır onu verir. Həmçinin bu iç-içə matrisli, yəni iç-içə arraylərdə də eyni üzr istifadə olunur. Okey, bununla bağlı bir sual yoxdur ki. Bunun misal üçün asan bir taskımız var idi. Let söz belə bir şey eləyə bilərsiniz. Oradan yeyəsən. Hə. Uşaqlar bu söz özəlliyinin və ya hansısa bir array-in lens özəlliyi də var. Lens bunun bəli uzunluğunu verir. Sözün ikincisi. Hər bir rəqəmini mənə verdi. Okeydirmi? Lazım mərtəbələrin vermək lazım olanda artıq hər dəfə 100-ə bölmək, qalığını çıxmaq və s. ehtiyac yox. Bu formada eləyə bilərik misal üçün. Yaxşı, bu lensin özü bizə nəyi verir ki? Söz nöqtə lens deyək. Uzunluğunu verir. Yaxşı, bəs mən bu 5-i çıxartmaq üçün nə deməliyəm bura? Belə yox. Niyə dördüncüsü? Mən deməliyəm. Və şahlarla hə deyəcəm. Başım. n-1 gəlir. İkinci sıfırdan başlayayım saydım. N minus yox nə? Uzunluğuna bir çıxır mənim. Hə. Birincisi. Sözün lensi zaten bunun axırıncısını verir. Bu da ki sıfırdan başladığı üçün uzunluğu nə qədərsə bir az olur. Tərsə yazılan o. Yəni belə deyək ki boyu 5 metrədir, amma saymağa sıfırdan başlayır deyə, yəni ən yuxarı hissəsi deyəndə biz 4 deyə ifadə edirik. Belə düşünün bunu. Uzunluğu nə qədər deyəndə hə. Uzunluğunu 4 deyə ifadə edirik. Yəni bunun axırıncısına gəlmək üçün uşaqlar, sözün lensi minus 1-ə ehtiyacımız var ki, 4 olsun. Bu 4-ü də sözün indeksində bu formada veririk. Belə. Axırıncısını almış oluruq. Okeydirmi? Buradan da artıq yeni nə öyrəndik? Stringlərə və arraylərə indekslə yanaşa bilərik. Arraylər və stringlər indeksləri saymağa sıfırdan başlayır. Ümumi uzunluğunda adı, yəni dəyişənin adı nöqtə lens deyərək öyrənə bilərik. Yaxşı, indi sizə tapşırıq. Array'imiz olsun. Const array, array buraya yazıram. Array'in içində adlar yazın. Misal üçün Rüfət, Kəsir, Töhmət, nə bilim, 5 ildən 7 ilə iş. Nəysə, yəni uşaqlar, bunları bu formada yazırıq və istəyirəm ki, bunların hər biri ekrana çıxsın. For vasitəsilə bunu gəzin və ekrana çıxardım. Log, array, Yusif, Bəli. Murad. Log, array'in sıfırıncısı və digəri array nöqtə for each Məndə polisi yazıldı. log x. Gələcəkdə bunu keçəcəksiniz, buna yazacaqsınız. Bu nədir? Və bunu uşaqlar custom yazıracam sizə. Yəni elə bir ki for each kəşf olunmayıb, siz kəşf edəcəksiniz.
Belə təqribən 10-a yaxın metod var. Onunu da sizə kostyum yazdıracağam ki, tam biləsiniz. Amma indiki vəziyyətdə adi formla ki, bayaqki ilə bu əslində kapotun altında eyni şeydir. Sadəcə qısa yazılış söhbətidir. Funksiyaları keçəndə daha yaxşı başa düşəcəksiniz. Deyirik array, array'in lensi qədər fırlan və log array'in i-incisi. Okeydirmi? Yəni bu Bəli. for each altındakı for elements-dir. Onun əvəzində yoxsa necə? Yox, tam ayrı şeydir. Eyni şey olmur. Yox. Görəcəksən. Okey. Sual yoxdur ki, hamı yazmışdı. Bəli. Hə, indi bir damcı bu sualı fərqləşdirirəm. Ancaq rəqəmlər edirəm bunu. Bizə tapşırır. Rəqəmlərim budur uşaqlar. Arxa sol. Mən bu rəqəmlərin bu formada ekrana çıxardıram. İstəyirəm ki, bu rəqəmlərin içində 27 varsa 27-ni çıxarsın, yoxdursa desin 27 yoxdur. De yazın. Eğer birinci elementi beraberdirse. Uşaqlar bir-bir. Yox elə. Hə. If deyirəm uşaqlar. Və hamı ekrana baxsın, hamı kömək eləsin, amma əllə. Əlin qaldırsın, mən şey deyim. Yazmaq olur mu? Məndən soruşdu, siz ki, yazın. Əl qaldırdı, əl qaldır. Pis örnəksən sən yoldaşlar var. Okey, common spotu kimi də, Rüfət kimi olmayın. Okey. Bunun daxilində deyirik ki, i bərabərdirmi? Axtardığımız ədədə. Axtardığımızda gəlin dinamik olsun deyə belə yazaq. Let search 27 ki, lazım oldu dəyişə bilir. Əgər bərabərdirsə loqa çıxart. Hə, iyi. İyini. Hə, düzgündürmü bu? Kim səhvmi deyə bilər? Ay, array-in iyisi, adi iyi yox. Ki, yoxsa bu i elə 0-dan 5-ə kimi gəlir. Yaxşı, bu mənim kodumda 27 varsa, başınız qarışmasın, bu əvvəlki konsologlar çıxıb. Mənim kodumda 27 varsa, sizə kimi işləyir. Amma, yox, bir də buna baxın. Hay deyək. Görün, istər işləyir. 6 dəfə. Hə, mənim rəqəmi tapandan sonra bunu axtarmağımın bir mənası yoxdur, düzdür? Belə vəziyyətdə deyirəm ki, əgər bu if-in içinə girmisənsə, break. Break neyinir uşaqlar? Döngünü qırır. Yəni, bu vəziyyətdə artıq sən axtarma. Buna biraz daha sadə örnək deyim. Deyək ki, bu array-siz falan adi form var. Mən birdən 100-ə qədər ədədləri ekrana çıxardıram. Və deyirəm ki, mənim learned stopper adlı bir ədədim olsun. Olsun 20. Bu stopperə əgər gəlib çatsam, döngü dayansın. Log i. Log i. Gedib deyəcəm ki, if stopper bərabərdirsə i-yə, o zaman break. Diqqət eləsəz, bu kod olmadığı müddətcə bu 100-ə kimi gedir. Lakin stopper, yəni hardakı break görəcək, həmin yerdə for dayanacaq. Söz işləməyəcək. Yəni, buradakı vəziyyətdən asılı olmayaraq, mən break'i gördüm, loop dayanır, döngü dayanır, for bitir, while bitir. Okeydirmi? Sual varmı? Bu işlənmə yeri haradır? Misal üçün, bayaqçı 27-ni axtarırdıq. Yəni, ondan sonra 27-ni zaten tapmışıqsa,
Niyə mənasız yerə o döngü təzədən işləsin ki? Deyək ki, dostlar ərreyimiz var. Dostlar ərreyimizin içində Yusif, Əsəd, Nəzrin, Fidan, nə bilim, Elmin, Nəbi var. Biz Nəbini Yusifi axtarırıq. Yusifi elə başlayan kimi tapdıq da, düzdür? Ərreyin birinci elementidir çünki. Mən niyə gəlib dənə bir də o birlərə baxım ki? Elə buradaca breakimi verərəm və belə deyək, effektiv formada kodumu qısaltmış olaram. Daha doğrusu performansımı artırmış olaram. Breakin mənasını və işləmə yerini bildinizmi? Bəli. Məsələn, array'imizin içində 2 dənə Yusif adı varsa, Aha. aslında sonra break eləyəcək. İlk tapdığın. Yəni sən yazdığından asılıdır. Yəni belə yazsan, ilk tapdığından. Çünki tapan kimi dayan. O artıq belə deyək, səndən asılıdır. Sən onu nəzərə almalısın. Çünki break təyinat olaraq harda bu kod görülür, for dayanır. İkinciyə getməsi üçün continue yazsınlar. O başqa şeydir. Continue'də gələcək. İkinciyə getməsi üçün tapdığından sonrakını, məsələn, i bərabərdir stop eləsək biz, ikinci Yusif 20 və 100 aralığında olsa Yox, counter verərsən. Counter 2-yə bərabərdirsə, deməli ikinci dəfə Yusifi görür, onda deyim. Amma hə, müxtəlif variantlarda eləyə bilərdiniz. Əgər bilirsinizsə ki, Yusifin ikincisi daha axırdandır, döngüyə tərsdən başlayardınız. 100-dən tərsinə gələrdi. Sonra elə də eləyə bilərdin. Nə bilim, və ya tam fərqli eləyərdin ki, niyə hansıda təkrarlanması istəmirəm mən ərreyimdə. Unique olmalıdır. Ki, unique tip data da var, set deyirlər ona. Set data tipi var. Okay. Set burada da var mən. Bəli. Təzə gələn özəlliklərdir. Təzədir, amma təzə olduğu üçün ola bilər ki, köhnə brauzerlərdə dəstəkləməsin. Amma belə, yəni var. Okay. Bir də uşaqlar, bunun continue'si var. Gedək bax burada yazaq ki, console log i. Amma bura continue eləyirəm. Bəli, bəli. A1 ingiliscə ilə. Okay. Diqqət eləyirsinizsə uşaqlar, continue olduğu üçün gəlib 20-ni görmürəm. Amma bu olmadığı müddətcə, gəlin bunu 25 eləyim. 25-ə kimi gəlir. O ki, gəldim mən bunu yazdım. 20 yoxdur. Continue neyinir uşaqlar? Continue görüldüyü yerdə bu döngünün qalanını oxumur. Əvvəlində nəsə olaydı oxuyacaqdır. Birdən 5-ə kimi olsun. Bu da 3-də saxlasın. Bunsuz 0 salam, 1 salam, salam 2, salam 3, salam 4. Bununla diqqət edilsə salam lazım olan qədər çıxır ha. Çünki buradan qırır artıq. Diqqət çəksin deyə belə bir şey eləyim. Amma 3 olaraq adi gəlmir. Belə 3 gəlmir. Səbəbi bu continue-ni görür deyə bu 3-də salamı çıxardı, amma burada continue-ni görən kimi qalxır bir də təzədən işləyir. Gəlib daha bunu oxumur. Özündən sonraki kodu oxumur. Okeydimi? Sual varmı? Break olduğu yerdə döngünü tamamilə saxlayır, oxunduğu yerdə. Continue oxunduğu yerdə həmin iterasiyanı keçir. Mənim o aşağıdakını oxumur. Xeyr, özündən sonra oxumur. Necə? Returnlə break eyni şeydir, amma return fora yox, void yox, void ayrı şey. Return funksiyanı bağlayır. Funksiyanı gələcəkdə keçəcəm. Break forun saxlayandısa, ki olduğu yerdə dayandırır. Return'da digərlərinin yox. Return'da funksiyanındır. Deməli, return işlətmək üçün funksiyayı yazmalıyıq. Hə, yəni onsuz da return funksiyaya aid bir şeydir, yəni başqa yerdə olmaz. Void JavaScript ümumiyyətlə yoxdur. Void asol return olmayan funksiyadır. Okay. İndi break ilə continue ilə bağlı sual yoxdur ki? Gəlirəm bayaqki örnəyimə. 27-ni axtarırıq. Deməli, yaxşı.
Bura qədər yüksəkdir. 27-ni tapmasa da heç nə çıxartmasın. Bu kod qəşəng formada işləyir. 27-ni tapmayanda da heç nə çıxart. Hə. Yaxşı. Bəs istəsən ki 27-ni tapmasa 27 yoxdur desin. O da qayda bilərik. Gəlin indi başımızı işlədək. 27 yoxsa S nə olacaq? Okay, birinci variant else. Axtar. Filan dəyər yoxdur. Break for some. Eynən. Tapsa problemi yoxdur, amma tapmasa 5 dəfə çıxardır. Hətta olsa belə 3 dəfə bunu çıxardır, sonra cavabı deyir. Yenə mənasız oldu. Hə? Break verək bəlkə. Yaxşı, yoldaşımız deyir break verək. Gəlirəm burada break yazıram. Bu zamanda 27-ni çıxartmır. 27 olur. Birdən kontinuitet. Yox uşaqlar, burada nə break-ə continue ehtiyac yoxdur. Burada ümumiyyətlə break başımıza bəladır. Break-siz yazmalıyıq. Səbəbi nədir? Çünki mən bir torbada 27-nin olub olmadığını bilmək üçün 27-ni tapan kimi torbaya baxa-baxa 27-ni tapdım, dayana bilərəm. Amma 27-nin olmadığını bilmək üçün torbadakı hər şeyə baxmalıyam. Deməli, Ford hamısında. hamısına baxmalıyam. Zaten Fordayam, hadi. Öyle bir şey de var ki break verdiğimiz ifi ikinci verek. Ona bak yine else ife şey verek de break. Ola. Birinci yoxlar 27 yoxdursa. Okey. Bura qədər düzdür. Bax, bura qədər 27-nin çıxarılması okeydir. Bir dənə burada bizə bir şey lazımdır ki, bilək ki, burada heç nə olmadı. Hə. Heç nə tapmadım. Ondan sonra çıxardım. Onda AI. Okey, indi deyəcəm sizə bu nardan bir dəfə görəcəksiniz. Bundan sonraki kodlarınızda bunu çox rahat istifadə edə biləcəksiniz. Buna indikator məntiqi deyirlər. İndikator atırıq bir dənə bura. Let is find. Tapıldı mı? False. True. Ha flag mantığı devam edebilir. Bir saniyə. Flag işte. False verirəm. Əgər tapılıbsa is find olur true. Ha flag bu operation. Hə, hamısında eyni məntiq dostum. Bu fordan çöldə bir dənə def yazıram. Deyirəm ki, işdir. Bu gəlib hələ də false-dırsa, false olduğu üçün nə edərəm? Qabağına nida yazaram ki, false-un əksi yəni. Ya da buradakı dəyərləri başdan dəyişərdim. Yəni bunu true, bunu false edərdim. Buraya yazıram ki, log tapılmadı. Artıq 27 yoxdursa yazır 27 yoxdur. 27 varsa yazır 27 var. Bir dənə bu kodu başa düşün. Həm JavaScript-də, həm bütün proqramlaşdırma dillərində və CSS-də də keçərlidir. Uşaqlar diqqət edirsinizsə, indiyənə kimi yazdıqları müəyyən bir stilə uyğun gəlir. Yəni gəlib belə bir şey yazmıram. Olsun, big, small, value 24 and belə bir şey yazmıram. Uşaqlar, bizim yazma qaydalarımız var. Birinci yazma qaydamız. Camel case. Birinci söz kiçiklə, ikinci söz böyüklə. Misal üçün, input, value. Bu formada. İkinci, bu camel case uşaqlar. Dəvə kimi. Bundan sonra Pascal case hamısı böyüklə, yəni baş hərflər. Nə bilim, yenə input, value. Birincisi böyüklə olur. Birisi böyük. Hər yeni sözün başlanğıcı böyük. Elə bir ki, hər yeni sözün başlanğıcı böyükdür, amma camel case-də birincisi başlanğıcı kiçikdir. JavaScript-də camel case-dən çox yazırıq. Okeydirmi? Sonra uşaqlar snake case. Misal üçün input altdan xəttlə ayırırıq.
value. Belə də yaza bilərsiniz. Ki, misal üçün, SAS-da falan buna bənzər yazırdıq, altdan xətlə. Və dördüncü, bu ancaq CSS öyrənildi, bu kebab case-dir. Hə. O var idi, siz BC danger, misal üçün. Yəni, tre ilə yazmaq. Kababa keçirən nüvə kabab. Hə, eynən. Bu trelərlə yazılır. Bu formada tre ilə yazılır. Diqqət eləyəsiniz ki, bu tre işarəsi heç bir proqramlaşdırma dilində olmadığı üçün siz əsla belə dəyər verə bilməzsiniz. Gəlib bunu deyə bilərsiniz. Gəlib bunu da deyə bilərsiniz. Bunu da deyə bilərsiniz. Amma bu olmaz. Belə bir şey dəstəklənmir. Okeydirmi? Birincisinin adı nə oldu uşaqlar? Yox. Pascal case. İkinci. Üçüncü. Okey. Bunlardan biri ilə yazırıq mütləq. Proyektimiz necə başlayıbsa onunla. Ki 99% çox vaxt JavaScript-də yəni camel case ilə yazılır. Okeydirmi? Başqa da bir şey. Uşaqlar, konstantların əgər heç vaxt dəyişməyəcəksə və qlobaldırsa, qlobal konstantlar, yəni misal üçün bu dəyər bütün proyektimdə həmişə bu cür olacaq. O zaman adı böyüklə yazılır. Misal üçün my ya da db connection. Belə bir şey. Okeydirmi? Əgər konstantım qlobaldırsa, yəni bütün proyektimdə sabitdirsə, bu hamısı böyüklə yazılır. Konstant zaten sabit olmuyor. Sabitdir. Amma bununla da yanaşı bütün proyektimdə istifadə olunacaqsa. Çok istifadə olunur. Çox yox, bütün proyektdə. Şey kimi düşün də, elə bir ki, bundan bir dənədir və bütün proyektimə də bu təsir eləyəcək. Database'in connection'ı kimi, database'in password'u kimi, environment fayllarımız kimi. İfadəsini anlatmaqda lazımdır. O da sabit olur, dəyişmir. Baxır. Bəzi ola da bilər, olmaya da bilər. Bəs proyektdə var. Okey. Amma yəni məsəl üçün görəcəksiniz ki, çox yerdə constant ilə camel case ilə yazıblar. Amma dediyim kimi, yəni database connection falan hamısı böyüklə yazılır. Okey.